Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ürək xəstəlikləri, ürək damar xəstəliklərindən danışacağıq. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvü professor Elman Ələkbərov. Professor, xoş gəldiniz. Sağ olun. Biz keçənlərdə də ürək xəstəlikləri ilə bağlı sizlə görüşdük. Mən mövzunu təbii ki, bir saata yaxın mövzu, amma düşünəndə ki, ürək xəstəlikləri və ürək damar xəstəlikləri çox geniş bir məfhum özündə ihtiva edir. Nə qədər danışsaq da yenə zaman yetmir və xəstəliklər də bitmək bilmir. Bugün təbii ki, ürək xəstəliyi və ürək damar xəstəlikləri. Ümumiyyətlə bunlar çoxlarına eyni formada da görünsə də, amma təbii ki, xəstəliklər qrupu bir-birindən fərqlidir. Mən istəyirəm ilk olaraq bunlar haqqında qısaca bir məlumatımız verək. Ürək xəstəliyi özündə hansı xəstəlikləri birləşdirir və ürək damar xəstəliyi deyəndə nəyi anlamalıyıq? Buyurun. Mən də öz tərəfimdən bütün seyirciləri salamlayıram. Çox gözəl sualdır. Demək, ürək xəstəlikləri deyəndə ümumiyyətlə bütün ürək xəstəlikləri nəzərdə alınır. Yalnız ürək xəstəlikləri. Ora istəyir, ürəyin özünün damarların xəstəliyi və ürək xəstəliyi, yəni koronar xəstəlikləri də ora aid olunur və tək ürək xəstəlikləri. Yəni bu ürəyə aidiyyəti olan bütün xəstəliklərdir. Ürək damar xəstəliyi deyəndə daha geniş götürülür. Burada həm ürək xəstəlikləri nəzərdə alınır, həm də damar xəstəliyi, istər ürək damarı, istər periferik damarlar, istər beyin damar xəstəlikləri, istər aortanın müəyyən xəstəlikləri, yuxarı arteriyalı xəstəlikləri. Yəni bunlar daha geniş bir fikirdir. Bunun üçün əgər ürək damar xəstəliyində ürəyin damarları zədələnirsə, adətən o aterosklerotik zədələnmədir və o tək ürək damarlarını zədələnmir. Çox damarlarda o xəstəlik əmələ gəlir. Ona görə biz ayırmırıq. Ümumi deyirik ürək damar xəstəliyi. Onunla da demək istəyir ki, əgər ürəkdə varsa, o birisi damarlarda da həmin xəstəlik, yəni çox güman ki, var. Daha geniş bir fikirdir. Ona görə buna nəzarət almaq lazımdır ki, bütün hesabatda, indi bütün protokollarda ürək damar xəstəliyi daha çox istifadə olunur ki, müalicə gedəndə də adətən ürəyin müalicəsində, ürəyin işimi xəstəliyi müalicə yazanda o birisi damarların da tutulmanın qarşısını almaq üçün dərmanlar o istiqamətdə də demək xeyri olur. Professor, demək ürək damar xəstəlikləri dedikdə damarların daralması, genişlənməsi, laxtalanması, belə deyək də qanların və iltihabı məsələ, iltihablaşmasından başlayır. Yəni bunun səbəb olaraq bəzən biz bunu genetik faktora, irsi meylliliyə bağlayırıq. Yəni birbaşa artıq bu varsa mütləqdir, məndə də olmalıdır və olacaq deyə və yaxud da yaranma səbəblərini də bilmədiyimiz tərəflər də var. Yəni niyə yaransın, nə baş verməlidir ki, bizdə artıq ürək və eyni zamanda qan damarlarını əhatə edən bir xəstəliyi yaratsın? Demək, ürək damarın xəstəliyi əlbəttə ki, hansısa bir kəskin bir nəsə əmələ gəlirsə, biz bilirik ki, burada kəskin nəsə oldu. Amma onun kökündə hansısa bir xroniki proses olur. Məsələn, götürək ki, ürəyin damarlarında ciddi bir daralma yoxdur. Yəni, o insanlar özlərini çox rahat hiss edir. Amma kiçik bir orada aterosklerotik yığılma varsa, toplanma varsa, biz ona da aterosklerotik düyün demirik. Aterosklerotik bir ləkə kimi olur orada və onun özü orada şərait yaradır ki, hansısa intixabi proseslər olsun. Neydən ibarətdir? Xolesterinin özünün oksidləşirsə və o kənar bir element kimi elə qəbul olunur bədəndən və orada onu demək lap dərinə getmirəm, onu bədənin faqosit hüceyrələri var, onu bir infeksiya kimi tanıyır, bir yad bir cisim kimi tanıdığı üçün orada lokal iltihab əmələ gəlir. İltihab əmələ gəlir, xolesterin çökür, iltihab da onun üstündə olanda görürsən ki,
Tam sağlam adam hansısa əlavə bir görsən qrip xəstəliyinə düşür, hansısa iltihabi xəstəliyinə düşür, o da üstünə gəlir. Həmin o düyünün üstündə olan bir pakrışka deyirik də, yəni hansı ki onu zədələmədən müdafiə eləməlidir, o nazikləşir və xırda bir defekt əmələ gəlir, cırılma əmələ gəlir və qısa müddətdə 15 dəqiqə içində ora tromboz olur və qısa müddətdə insanda infarkt əmələ gəlir. Baxmayaraq ki, insan tam sağlam olub. Yəni, belə bir problemlər olur. Onun üçün də biz həmişə bu iltihab məsələlərinə fikir veririk ki, qripdən sonra əmələ gələn, qızdırmadan sonra, neydənsə sonra görsən ki, damar problemi, damar trombozu əmələ gəlir və bunun kökündə iltihabın rolu böyüdür. Amma eləsi də var, sözü kəsirəm, hipertoniya fonunda, təzyiq kriz fonunda həmən o aterosklerotik düyün zədələnir, orada tromb əmələ gəlir. Burada da ola bilər iltihab olsun, ola bilər olmasın, amma düyün burada artıq böyük olur, piyli olur və tez zədələnir. Bax, belə də olur. Amma bu insanlar öncə bilirlər ki, onlar ürək damar xəstəsidir, təzyiq isə onun üçün bir provokator kimi gətirir, çıxardır kəskin vəziyyətə. Bəlkə də ürək damar xəstəlikləri o yeganə xəstəliklərdəndir ki, nə zaman, məkan, yaş tanımır. Ömrü də çox gəncləşib professor bu xəstəliyin, deyilmi? Və gənclər arasında sürətli, hətta uşaqlar arasında da, çünki uşaq ürək kardioloqlarının da çıxışlarını hər zaman dinləyəndə onlar vurğulayırlar ki, yəni bu qədər uşaqlarda. Bunlarda doğuşdanmı yaranan ürək qüsuru, bilirik ki, anadan gəlmə ürək qüsuru tam fərqli bir məsələdir. Amma ürək xəstəliyi və ürək damar xəstəliyindən doğuşdan yaranması mümkündürmü? Elə bir uşaqlar doğulurmu? Yoxsa bu genetik faktora bağlı və sonradan yaranan bir xəstəlikdir? Bəlkə də başqa bir xəstəliklərin fonunda yaranan xəstəlikdir. Demək ki, faktiki olaraq bizdə ailəvi hiperxolesterinemiya bir anlayışı var. Yəni ki, bu ola bilər ki, xolesterin çox olsun və siz deyən kimi bu sonra əmələ gəlsin. Hansısa faktorlar, ikincili faktorlar xolesterini artıra bilər. Hipotireozdur, şəkərli, diabetdir, hansısa cürbəcür xəstəlik xolesterini artıra bilər. Bu ayrı. Bu ikincili hiperxolesterinemiyadır. Birincili ailəvi hiperxolesterinemiya sayılır. Onun da iki növü var. Yəni biri var homozigot forması, bu siz dediyiniz homozigot formasıdır. Yəni ata tərəfdə də, ana tərəfdə də bu hiperxolesterinemiyanın geni var. Və onlar birləşərək ikisi bir yerdə əgər bir düşürsə, o homozigot formasını yaradır və bu ağır olur. Artıq 5 yaşından uşaqlarda aterosklerotik dəyişikliklər olur və təəssüflər olsun ki, bu vaxtında müalicə olunmasa, nəsə tədbir görməsə 20-21 yaşa artıq onlarda infarkt əmələ gəlir və 30 yaşdan çox yaşamırlar. Problem ondadır. Bu homozigot formasıdır. Amma bir dənə müsbət cəhət odur ki, bu milyon adamdan birində rast gəlinir. Bu nadir bir haldır, belə vəziyyət. Amma heterozigot forması çox tez rast gəlinir. Deyirlər 100 nəfərdən birində olur, ya 300 nəfərdən birində olur. Bu nə fərqlənir? Valideynlərin birində var o gen. Həmin o hiperxolesterinemiyanın geni var. Obursunda yoxdur. Onun üçün biri obursun nisbətən təsirini zəiflədir və bu o cür sərt formada olmur. Burada da xolesterin yuxarı olur, amma o dərəcədə yuxarı olmur. Yəni, haradasa bu xəstələr 40 yaş, 40-dan sonra əşkar olunur. Müalicə olunmayanda haradasa bir 50 yaşa qədər yaşayırlar. Müalicə olunanda daha artıq yaşayırlar. Yəni, bunlar da mütləq kontrolda saxlanılmalıdır. Bir şey dediyim ki, mən milyon nəfərdən birində rast gəlmə deyəndə, bu ümumi statistika tək Azərbaycana aid deyil. Bəli, bütün dünya üzrə. Bizdə də o barədə bilmirəm, aparılıb mı ya yox. Çünki bizdə qohumlarla evlənmək var idi, bir müddət çox idi. Belə mənə elə gəlir ki, tədqiqat aparılsa bizdə o homozigot forma daha çox rast gəlirlər.
baxanda, çünki bu qohumla ailə qurmaq bizdə çox olub. İndi bunu çox gözəl ki, bu məsələ dayandırılıb. Qadağası qoyuldu və qohumluq evlilikləri. Amma burada da belə ciddi yanaşsaq, bu çox düzgün fikirdir ki, yəni uşaq anadan olandan artıq o çox yüksək risk onun qanında oturur və 5 yaşından taskati dəyişikliklər olur. Buna əlbəttə ki, riayət etmək lazımdır və ailəvi giperxolesterolemiyaya əsas qomozigot forması müalicəsi həddindən artıq mürəkkəb, çox çətin məsələdir. Ona görə bunu öncədən gözləmək lazımdır. Bəli. Və bunu təbii ki, əgər ürəyimizdə bir azacıq da olsa problem var, bəzən də professor, biz ürəkdə olan xəstəliyin və gedən gedişatın özümüzlə nədən və necə yarandığını bilmirik. Bəzən ürəyimizdə olacaq belə bir deyim də var. Məsələn, düşünürük ki, ürək nahiyəsində baş verən ağrı bizim ürəyimizin problemli olmağından xəbər vermir. Ürək ağrısı ya sinədə çox güclü bir ağrı olmalıdır və yaxud da bizim bu kürək-bel nahiyəmizdə çox güclü bir ağrı olmalıdır ki, bu birbaşa sirayət eləsin ki, biz deyə bilək ki, bəli, bizdə ürək problemi var. Bu diaqnozlarımızı da o qədər özümüzə qoymağa başladıqda da bəzən də bunları qarışdırdıq. Bəzən də ürəyin sürətli döyünməsi var, taxikardiya var. Bu panika yaşayan insanlarda, panik atak diaqnozu ilə və pozuntusu ilə yaşayan insanlarda bəzən bu qarışdırıldı. Həyəcanlanan zaman ürək döyüntümüzün sürətli artması bu ürək xəstəliyinin göstəricisidir, yoxsa bu psixosomatik bir xəstəlikdir? Yəni düşdüyümüz anda bizə elə gəlir ki, ürəyimiz sürətli döyünür və bizə nə isə olacaq kimi diaqnoz. Bax, bunlar qarışdırılır. Bəzən də kardioloqlar elə hər dəfə deyir ki, bizə müraciət edənlərin çox böyük bir faiz göstəricisine baxırıq ki, ciddi ürək problemi yoxdur, ümumiyyətlə ürək problemi yoxdur. Bunlarda panik atak xəstəliyin daşıyıcısıdır. Bax, bu qarışıqlığı necə ayırt edək? Ümumiyyətlə, panik atak olanda hələ düz deyilir, çox vaxtı ürək xəstəliyi orada olmur. Amma əgər panik atak varsa, biz fikirləşməməliyik ki, bunun əgər ürək döyüntüsü varsa, bu adi təbii dəyinti artmasıdır, sinuslu takikardiya deyilik ona. Orada panik atakda ümumiyyətlə kataxlaminlər çox əmələ gəlir və onlar qıcıqlandırıcı bir faktor olduğu üçün ürək döyüntüsünü artırır. Ürək döyüntüsü artandan sonra həmin o artmış təbii ürək döyüntüsünün artma formasında ayrı ocaqlar ortaya çıxa bilər və burada çox sürətli döyüntü başlaya bilər. Yəni biz fikirləşə bilərik ki, burada panik atakdır, döyüntü olur, amma əgər o həyatı qorxulu döyüntü də onun üstünə gəlsə, demirəm, o da bir çox tez rast gələn məsələ deyil. Amma elə şey varsa, o xəstə də əlbəttə ki, o zaman kardioqramması çəkilsə nəsə bilinər, ya yenə də Holter monitor qoşulsa, əgər tez-tez tutmalar olursa, onda bilmək olar ki, bu döyüntü tam ziyansız bir döyüntüdür və onu adı əsəb dərmanlarını sakit edərək o sakit olur. Yox, ayrı bir döyüntüdürsə, ona görə bir tədbir görmək lazımdır ki, sonra fəsad verməsin. Bəli, müəyyən etmək lazımdır. Bizim telefon bağlantımız var. Eşidək sizi, hər vaxtınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir olsun. Əgər eşidirsinizsə bizi, eşidək sizi. Buyurun. Bəli, eşidirəm. Professorun sualım var mənim. Necə verə bilərəm onu? Buyurun. Eşidir sizi professor. Canlı yayımdasınız. Buyurun. Bəli. Deməli, Elman müəllimə mənim bir hörmətim var. Onunla məsləhətləşmək istəyirəm. Mən neçə ildir təzyiq xəstəsiyəm. Hipertoniya, bir də şəkərli diabet xəstəliyim var. Bir qədər mənim, deməli, tədricə, bir qədər ümumi xolesterinim qalxır, bir də triqlisitlərim qalxır. Mən sual vermək istəyirəm. Yəni, mütləq başlamalıyam mən statin qəbul eləmək, yoxsa nə məsləhət görərdi professor? Çox sağ olun. Təşəkkür edirəm suala görə. Yəni ki, əgər şəkərli diabet var, xəstə gəlir, görür şəkərli diabet var, biz onun öncə heç xolesterinin yoxlamamış ona biz statin yazırıq. Çünki şəkərli diabetin özün idarə olunsa da, şəkər normal da olsa, xəstəliyin özünün olmağı şərait yaradır ki, damarlar tutulsun. Bunun üçün
Biz deyək ki, yox, əvvəl xolesterini yoxlayaq, sonra verək, yox. Dərhal verilməlidir. Təzyiqin müalicəsi gedir, şəkərli diabetin müalicəsi gedir və biz xolesterinin və triqlerisidlərin yüksək olmağı müalicə eləməsək, bizim gördüyümüz iş olur yarımçılıq. Heç də düz deyil. Gələk üçü də birdən gedək ki, xəstəyə hardasa biz proteksiya müdafiə eləyək ki, ürək-damar problemləri olmasın. O ki, qaldı sonraki mərhələdə ki, kontrola xəstə çağırılırmı? 3 aydan sonra, 6 aydan sonra nəzarət olunmalıdır. Onda artıq xolesterini yoxlayırıq və tək xolesterin yox, bütün fraksiyalar yoxlanılır. Aterogenin indeksi, yəni damarın tutulma qabiliyyəti yoxlanılır. Yüksək sıxılığı xolesterin və əsasən aşağı sıxılığı xolesterin yoxlanandan sonra biz həmin o statin ki atılır, onun dozasını korreksiya edirik və elə səviyyəyə çatdırırıq ki, hədəf səviyyəsini. Çünki şəkər xəstəsinin öz hədəf səviyyəsi var, normal adamın öz hədəf səviyyəsi var, ürək problemi olan öz hədəf səviyyəsi var. Hərəsinin öz normativi var. Yəni, baxıb deyəsən ki, məndə normaldır, o yox. Hərənin öz norması var. Onu da həkim riski təyin eləyə bilir ki, normal nədir. Hər şey normal saxlayanda gedişat da yaxşı olur. Nəticəmiz də yaxşı olur. Bizim növbəti telefon xəttinin tamaşaçımız var. Əgər xəttdən ayrılmayıbsa, eşidək sizi. Buyurun, hər vaxtınız xeyir olsun. Salam xanıma, hər vaxtınız xeyir olsun. Əvvəla sizə təşəkkürümü bildirirəm. Belə mütəxəssisləri dəvət edirsiniz və insanlar da öz suallarını verə bilir, oradan nəsə götürə bilir, belə deyək. O ki, qaldı Elman müəllimə, mən zəng elədim, sadəcə təşəkkürümü bildirim Elman müəllimə. Mənim yaxın qovumumu müalicə edib, Elman müəllim həm insan kimi çox gözəl insandır, həm bir peşəkar mütəxəssis kardioloqdur. Zəng elədim, ona təşəkkürümü bildirim. Çox sağ olun. Təşəkkür edirik, bir pasiyent məmnuniyyəti. Professor, bir də düzənsiz ürək ritmi, aritmiya var. Bəzən deyirlər ki, bu düzənsiz ürək ritmi özümüzə də bəzən bunu qoruq. Amma düzənli ürək ritmi necə olur, heç onu da bəzən biz bilmirik. Ümumiyyətlə, bu ritmi əgər düzənli və düzənsizin gedişatını, tənzimlənməsi, necə bunu bir doğru düzgün ayırt edək? Həmin anda həyəcanlanan zaman deyirlər ki, sürətli ritmin artması baş verir və bəzən də deyir ki, çox sakit və adi normal həyat tərzində sakit oturduğum anda bu başlayır birdən-birə bu ritmin sürətlənməsi. İndi bunların hansında bir ciddi bir göstəricidir? Bax, bunlar haqqında istəyəcəm danışaq. Demək, ümumiyyətlə elə bir insan yoxdur ki, onun aritmiyası olmasın. Ritim pozğunluğuna, hansısa aritmiyaların bəzilərinin biz normal bir hal kimi baxırıq. Heç ona bir dərman da yazmırıq. Çünki fikirləşir ki, bu aritmiya nə inkişaf edəndir, nə proqnoza təsir edəndir. Yəni, xəstənin ömrün, ürəyin ömrün azaltmır. Dərman yazmaqdansa elə onunla normal yaşayır. Əsasən simptomu olmayan, heç bir xəstənin şikayəti yoxdur. Yalnız təzyiqin ölçəndə, nəbzə baxanda görür aritmiya var, o narahat edir. Amma xəstə öz onu istələmirsə və elektrokardiografik göstərir ki, bu aritmiya hansısa fəsad gətirən aritmiyalardan deyil, yəni bəd xasiyyətli aritmiya deyil, onu qoyuruq kənara. Bəzi vaxtı ürək damar xəstəliyi olan, infarkt keçirdən xəstənin də müəyyən ritm pozğunluqları olur, aritmiyalar və onlar o qədər gecə olur ki, yəni o da qradasiya var da, biz Laun qradasiyasına görə görürsən ki, birinci qradasiya, ikinci qradasiya, ona da bir şey yazmırıq. Çünki həm dərmanın aritmiyanın nə dərəcə mənfi təsir edəcək və dərmanın nə dərəcə mənfi təsir etməyin biz götürəndə deyirik ki, qoy onda heç dərman lazım deyil, qoy yaşasın. Bu öz yerində. Amma doğrudan da siz dediyiniz var. Əgər insan hansısa əsəbi gərginliyində ya fiziki hərəkət vaxtı döyüntüsü artırsa, onu aydınlaşdırmaq lazımdır ki, o təbii döyüntüdür ya yox. Təbii döyüntüdürsə yenə də dərman yazılır. Çünki əgər ürək damar xəstəliyi varsa və yaxud o döyüntü həddini artıq artırsa, ona müəyyən dərmanlar yazırıq və o qədər qorxulu deyil. Amma burada kataxlaminlər artır və kataxlaminlər artıq olan zaman yəni adrenalin, noradrenalin artır və ayrı aritmiyalar əmələ gəlir. Buna deyirlər kataxlaminik takardiyalar, yəni böyük
çətin aritmiyalar. Hansılar ki, qəfləti ölüm verə bilər. Yəni, ürəyin dayanmasını verə bilər. Burada yanaşma Ani ciddidir. ölümlər, bəli. Burada əlbəttə ki, dərman müalicəsi ilə biz stabil saxlayırıqsa olar, olmaz. Bu xəstələrdə ablasiya olunur və o ocaq tapılır və ocaq demək yandırılır. Qaldı, siz dediniz, sakit vəziyyətdə oturanda burada xəstə bilir, navaq başladı, qutaranda da dəqiq bilir, navaq qutarır. Elə bil ki, bu ürək, həmişə deyirəm, elə bilsən ki, maşın mühərriki xodlanır, elə dayanır. Bax, bu cür. O, adətən paroksizmal takikardiyalardır. Çox vaxtı ürəyin qulaqcığı və atrioventrikülər döyündən gəlir. Yəni, amma döyüntü 170-dən artıq olanda həyata qorxuludur. Orada biz haradasa 160-a qədər dərman müalicəsi əgər kömək edirsə, dərmanla saxlayırıq. Ondan yuxarı olanda onları göstərişdir ki, ablasiya olunsun ki, yəni həyata qorxulu vəziyyət yaranmasın. İndiki zamanədə, indiki imkanlarda bunlar hamısı həll olunandır. Yəni, ablasiyadan sonra da bu xəstələrdə radikal həll olunur. Yəni, sonra demək olar ki, 95% onda heç qayıtmır o. Bəli. Qaldı bir də söz ki, səhərci aritmiya var. Səhərci aritmiya nisbətən mürəkkəbdir. O da ola bilər ki, qısa müddətli tutmalar olsun, sonra keçsin. Amma səhərci aritmiyanı biz idarə edirik, ritmini düz saxlayırıq. Alınmırsa, ürəyə vurğulan sayın normal saxlayırıq. Mütləq orada əksəriyyət vaxtı qandırıldıcı daimi xəstə atmalıdır. Çünki orada trombozun və insultin riski 5 dəfə artıq olur. Yəni, o aritmiyalarda həmin qandırıldıcı verilməlidir. Xüsusi risk qrupu var ki, professor, onlarda artıq bu xəstəliyə yoluxmaq və bu xəstəliyə tutulma faktoru qaçılmaz və danılmazdır. Bunlardan təbii ki, biz hər zaman vurğulayırıq müəyyən bir asılılıqdan əziyyət çəkən insanlardır, alkoqol düşkünü olan insanlardır, siqaret istifadəsinə gün ərzində həddən çox, dozdan çox istifadə edənlərdir. Bir də daha çox içərisində aktual olan şəkər diabet xəstələridir ki, bunlarda birbaşa bütövlükdə deyə bilirikmi ki, şəkər diabet xəstəliyinin hər birində ürək damar qaçılmazdır. Yoxsa bunlar da özünün ağırlıq dərəcəsinə görə bölünür xəstəlikdə? Demək ki, şəkər xəstəliyinin müddətindən çox şey asılıdır. Əgər şəkər xəstəliyi götürək ki, haradasa 50 yaşdan aşağı 10 ildən az müddəti varsa, orada adətən damarlar təmiz çıxır. Onlar, o xəstələr orta riskə aiddir. Yəni ki, o qədər də qorxulu deyil, amma idarə olunmasa, yüksək şəkər daimi olsa, var da adam fikir vermir. Və yaxud şəkərin variasiyasını görür. Yəni ki, səhər normaldır, bir də yemək yer 300-350-yə qalxır. Bu da düz deyil. Bu da damarın tutulmacı şərait yaradır. Bunun üçün şəkəri xəstə olanın gələ şəkərin də elə saxlayaq ki, çox belə oynamasın, variabiliniz çox olmasın və xolesterini yerində olsun, təzyiqi normal olsun. Bunların hamısını saxlayanda əlbəttə ki, o şəkərin yaratdığı o damar daralmalar çox gec olur. Və o nöqtəyə nəzərən deyəm ki, məsələn, bir var ki, 50 yaşdan sonra damarlar tutulsun, bir var 70 yaşdan sonra tutulsun. Bəli, bəli. Burada fərq çoxdur. Bəli. Çünki 50 yaşdan sonra, 50 yaşa qədər yüksək risk ayrı, 70-dən sonra həmin risk yüksək sayılmır, aşağı sayılır. Sonra yaşlı adamlarda kolaterallar artıq işləyir. Yəni orada damar tutulsa da o biri damarlar hardasa kömək edir. Və yaşlı adam var ki, məsələn, yol gedəndə ürəyi tutur, dayanır, keçir, gedir. Elə bilmirsən 20 il elə yaşayır. Çünki onun düğünləri bərkimişdir, qorxusu yoxdur. Faktiki olaraq o həyata örgəşib, gedir, biraz dayanır, gədə gedir. Onunla da çox yaşayır. Amma cavanda bir dəfə olur, o da ki, çox ağır olur. Və Allah uzaq eləsin, fətal bir nəsə verir, o çətin olur. Çünki cavanda kolateral nisbətən az olur. Qadınlarda kolateral az olur. Ona görə qadınlarda infarkt olanda kişilərdə nisbətən daha ağır olur.
Ağır olur, bəli. Biz reklam blokuna ayrılacağıq. Reklam fasiləsindən sonra professor bizim özümüzün ürəyimizin ağrımamasını önləyici, körtəbii qəbul etdiyimiz dərmanlar var. Hansı ki, gün ərzində elə cəmiyyətdə də bir-birimizə tövsiyə edirik ki, filan dərmanı iç, səndə gələcəkdə ürək xəstəlikləri yaranmasın, ürək damar xəstəliklərində problemin olmasın və sağlam olun deyə bəzən də özümüz də bilmədən çox ciddi yanlışlara yol vermiş oluruq. Bu haqda danışacağıq. Bir də hamiləlik dönəmində ümumiyyətlə protokol bildiyimə görə bu il artıq ciddi formada protokol dəyişdi. Onlarda ürək damar xəstəlikləri üzərindən göstərişlərdə fərqli istiqamətlər yarandı. Bu haqda danışacağıq. Qonağımız isə professor, kardioloq Elman Ələkbərovdur. Reklamlar sonra yenidən buradayıq. Reklamlar bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün ürək damar xəstəliklərindən danışırıq. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkür etmək istəyirəm. 2002-ci ildə Elite Food Company adı altında və Best Beef markası ilə fəaliyyətə başlayan uzun illərdir təbii ki, peşəkarlığa söykənəcək və kalitəli istehsalla məşğul olan bir müəssisə, hansı ki, bizim gündəlik həyat tərzimizin sağlam qidalanmağımızın təminatında dayanır. Təbii ki, seçəcəklər çoxdur, amma sadəcə biz hər zaman sual olur ki, niyə məhz müəyyən formada özünü göstərən qidaları seçməliyik? Çünki oradakı istehsal və keyfiyyət bizim ailə üzvlərimizə, az yaşlı uşaqlarımızdan ta ki, ahıl insanlara qədər çox güvənli və etibarlı formada zəmanət edə biləcəyimizdir. Artıq Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da ixtiyarına buraxılmışdır bu marka. Sizə dərin təşəkkür edirəm. Best Beef sənin seçimin. Professor, reklam öncəsi ən əsas ciddi aktual məsələ olan bu hamiləliklərlə bağlıdır. Hamilə xanımların son dönəmlərdə yaranmış ürək xəstəlikləri, istərsə də ürək damar, indi faiz göstəricisi ürək damar xəstəliklərindən az da olsa, əsas bütövlükdə ürək xəstəliklərində yaranan gedişatlar və ona uygulanan, belə deyək də, göstərişlərdir. Bunlara bəzən övladların dünyaya gətirməsinə birbaşa göstərici keysəriyyə əməliyyatı uyğulanır ki, səndə ürək xəstəliyi var deyə risk artıq belə deyir, risk qrupuna aidsiz və bunu biz riskə ala bilmərik, gözə ala bilmərik və bunlarda ümumiyyətlə ürək xəstəliyi daşıyan hamilə xanımlarda, hansı ki, bu da çoxunda yaşayır, dölə nə dərəcədə bunun fəsadı var və buna uygulanan göstərişlər nə dərəcədə doğrudur? Demək, hamilə qadınların problemi neydən ibarətdir? Çünki onların xəstəliyinin özündən başqa dölə necə təsiri var? Onların doğuşunda problem var ki, hansı doğuş üsulu seçilməlidir, yəni keseriyyə ilə ya təbii doğuş və hansı dərmanlar verilməlidir? Çünki dərmanların da veriləndə müəyyən dərmanlar var ki, hamilə qadına xeyirlidir, dölə ziyandır və əksinə. Burada da seçim çox mürəkkəbdir və ümumiyyətlə hamilə qadınlar haqqında keçirilən bütün tədqiqatlar nisbətən azdır. Çox geniş tədqiqata keçirmək olmur, çünki etik normalar var burada. Bəli. Yenə də ona baxmayaraq bu il müəyyən bir yenilənmə getdi bu məsələdə. Demək, nəyə demək istəyirəm? Bizdə nədənsə mən fikir vermişəm ki, keseriyyə çox fikir verilir. Əgər keseriyyə ona görə qadının özünün hansısa bir anatomik və ümumiyyətlə ginekoloji bir nəsə problemlər var ki, bu keser olmalıdır. O məsələ mən toxunmuram. Bəli, bu ayrı məsələ. Mən çox üzr istəyirəm, professor. Bizim bu elə hamilələrlə bağlı mövzumuz genişdir. Bizim çox acil olaraq zəngimiz mobil telefondan olduğuna görə çox xahiş edir. Biz onu efirə qoşaq. İcazənizlə üzr istəyirəm. Buyurun, hər vaxtınız xeyir olsun. Eşidək sizi. Alo. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam xanım. Sizi də salamlayıram. Hörmətli professor da salamlayıram. Mənim sualım professoradır. Bəli, buyurun.
65 yaşım var. Açıq ürək əməliyyatı olmuşam. AKŞ deyil, nədir o? Hə. Sizin de verilişe bakıram, həkimə qulaq asıram. Orada qeyd olunur ki, elə bir genetikdir da, ata-anadan keçir bu xəstəlik. Bizdə də mən bir işçi qəbul eləmişəm, nəsəqəri. Ailədə də hamısı Allah salamat eləsin, yaxşıdır, düzdür. Gəzirlər, bir dənə gəldi, məni tapdı. Bunu həkimdən səbəbini öyrənmək istəyirəm ki, bu nəyə görə gəldiyim mənə ilişdi bu. Çox sağ olun. Nəyə görə nə oldu? Nəyə görə məhz məndə bu yarandı, məni tapdı bu xəstəlik deyə. Təşəkkür edirik zənginizə görə. Əslində bu xəstəliyin qəbullanmaması məsələsidir ki, niyə məndə genetik, niyə gəldi, məsələn, başqa övladlarda olmadı, yəni məndə oldu kimi məsələ. Yəni var, hardasa bir meyillik var da, valideynlərdə əgər ana tərəfdə 65 yaşdan aşağı, atada 55 yaşdan aşağı ürək damar hadisəsi olubsa, xəstəlik olub, tək ürək yox, yəni burada infarkt da nəzərə alınır, stenokardiya, hansısa anjo olunur, stent qoyulur və yaxud beyin problemi, insult və s. Bunlar hamısı ürək damar problemləri sayılır, hadisələr kimi sayılır. Əgər bu yaşdan aşağı olubsa, onda evladlar bunun olmağı meyilliyi çox olur. Burada genetik dediyim o hiperxolesterinemiya deyil. Burada ayrı məsələlər var. Burada təzyiqin özünü nəzərə alınmalıdır. İndi bütün 5 barmaq hamısı bir deyil ki. Kimdəsə olur, indi biz dəqiq bilmirik orada. Şəkər necə olub, təzyiqi necə olub, qidalanması necə olub, həyat yaşayış üsulu necədir, sonra tütündən istifadə olmaq nə dərəcədədir, sonra hərəkət aktivliyi nə səviyyədədir və bir məsələ də var ki, yenə də valideynlərdə ola bilər, yaşlı olaraq yenə də onlarda yaşlı vaxtında da infarkt ya insult ola bilər olsun. O da kiçik bir risk faktorudur, o da hardasa meyillik yaradır. Bunların hamısını götürəndə, sonra işi neylə ibarətdir, stresi var, yoxdur, fiziki ağırdır, ya yoxdur. Çox məsələlər baxanda hamını bir tutmaq olmur. İndi kimdəsə olur, kimdəsə olmur. Bu da bir müəyyən qədər fərq artıq göstərir. Bu da bizim, bizi əgər bu xəstəlik təbii qarşımıza çıxıbsa, bu qaçılmazdır. Yəni bundan barışmaq və doğru düzgün müalicə aparmaq lazımdır ki, və daim həkim nəzarəti altında olmağımızda böyük bir fayda var. Növbəti telefon bağlantımız. Hər vaxtınız xeyir olsun, buyurun. Alo. Hər vaxtınız xeyir olsun, buyurun, eşidək sizi. Salamlayıram, doktoru da salamlayıram. Mənim sualım doktoradır ki, bir 5 il olar, elə bil ki, məndə yol yeriyəndə, harca bir müddət yeriyəndən sonra, elə bir təngi nəfəsi olur, boşlayır, dərhalda boşlayır da. Elə bir ciyərimdə tutulma olur, boşlayır. EQ'dən də keçmişəm, yəni bu normal yazır. Maraqlıdır ki, nə olan şeydir böyle. Bir də xahiş edirəm, doktorun nömrəsini, mobil nömrəsini verərsiniz. Sualınız varmı, professor? Yox. Aydındırsa, təşəkkür edirik. Siz bizim elə geri dönüş edərək efir rejissoruna zəng vurun. Bizim redaktorumuz professorun əlaqə nömrələrini sizə ünvanlayacaqlar. Buyurun, professor. Demək, əgər hərəkət vaxtı nəsə əmələ gəlirsə, sinədə, elə o kifayət olur ki, biz həmin onu provokasiya eləmək üçün biz özümüz gələk hansı hərəkət verək. Yəni ki, gərginlik testlər var da, yəni fiziki testlər. Fiziki test veririk, həmin yükü veririk. O zaman nə problem olursa, problem zamanı kardioqramma dəyişilməyinə fikir veririk ki, dəyişilir ya yox. Onun da diaqnoz qoyuruq. Əgər adi vaxtı kardioqramma normaldırsa, çünki adi vaxtı ürək normal qidalanır, çünki yükləməsi yoxdur. Amma biz ürəyin özünü yükləyərək, yəni təzyiqi qaldıraraq, ürəyin vurğularını artıraraq, onun oksigenə tələbatını azaldırır və gizli nə varsa, onda o mütləq ortaya çıxır. Yox,
Orada adətən ürək damar problemi yoxdursa 90% xəstələrdə bir kardioqrammada yük kardioqram bir şey çıxmır. Amma ayrı yoxlama üsulları var ki, indi mütləq ürəyin koronar xəstəliyi yox, ayrı bir problemlər də ağrı verə bilər. Perikardit də verə bilər, miokardit də verə bilər. Ümumiyyətlə, sinədə olan çox bir xəstəliklər, problem, gizli xəstəliklər ağrı yarada bilər. Bu hərəkətlə əlaqəli olanlar çox vaxtı ürək koronarla əlaqəli olur. Növbəti telefon xəttində tamaşaçımız. Eşidək sizi də. Buyurun, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Buyur. Eşidirəm. Sizə sual verə bilərəm? Bəli, bəli. Buyurun, canlı efirdəsiz. Eşidək sizi. Mənim professora belə bir sualım var ki, mən özüm 76 yaşım var. Mənim 2021-ci ildə mən Bakıda aorta damarında mənim anavizima deyilən bir xəstəlik dedilər mənə. O xəstəliklə əlaqədar bir-iki cərrah kardioloqun yanında oldum. Onlar dedi ki, yetişməyib. Nədə əməliyyat eləmə. Sonra bir damar cərrahı ilə rastlaşdım. Onunla daha doğrusu əlaqə yaratdım. O dedi, bu ola bilər, hər bir vaxt partlaya bilər. Əməliyyat elədi məni 2021-ci ildə. Orada stent qoydular. İndi mən ondan bir yıl sonra yenə getdim müayinə etsin. Dedi, başqa yerdə yaranıb. Bu yarana bilər, yarana bilməz. Ümumiyyətlə, bunun əməliyyat üçün hansı ölçülərdə o əməliyyat olunmalı idi? Mən onu bilə bilmədim. Əgər əməliyyatım doğru düzgün mü olub? Təşəkkür edirik sualınız üçün. İndi ümumiyyətlə qayda belədir ki, əgər aortada, döş aortasında genişlənmə varsa və o genişlənmə 5 santimetrdən və 5 santimetr və ondan yuxarıdırsa artıq əməliyyat olunmalıdır. Yox, ondan kiçikdirsə, amma qısa müddətdə 6 ay ərzində bir 5 mm artırsa, görürük ki, 5-ə çatmayıb, amma intensiv genişlənir, onu yenə də əməliyyat olmalıdır. Və yoxlananda, əgər döş aortasında anevrizmatik genişləmə varsa, mütləq abdominal aortada yoxlanmalıdır. Yəni, biz kontrast kompüter tomoqrafiya eləyəndə həm döş qəfəsində demək, aortanı yoxlayırıq, döş aortasını, həm də ki, abdominal yoxlanılır. Abdominal niyə görə yoxlanır? Ola bilər ki, genişlənməsi var, amma anevrizma dərəcəsində deyil. O adam nəzarətdə saxlanılır. Amma aortadır da, yəni olur bir tərəfdə olur, o birisində olmur, olanda ikisində də görsən olur. Bu da tez rast gəlinən bir şeydir və onda greft qoyurlar. Yəni siz stent deyirsiniz, sizə greft qoyulur. Amma lazım olsa demək əməliyyat olunur, protez də qoyulur. Amma o həkim səhvi deyil. Yəni ki, faktiki olaraq belə bir aortanın ayrı bir yerində anevrizmanın ortaya çıxması, yaxud gizli var imişsə artıq simptomatik olması ola bilər və ona da bir tədbir görülür, ya greft qoyulur, ya əməliyyat olunur. Əlbəttə ki, ən yaxşısı greft prosedurdur, əməliyyat deyil. Yəni o aort öz yerində qalır, daxildən ayrı bir yolla qan gedir. Amma lazım olan yerdə əməliyyat özü də çox gözəldir. Yəni xəstə aorta götürülür, artıq protez qoyulur və xəstə də normal yaşaya bilir. Bəli. Professor, burada bir neçə göstəricilər var ki, bəlkə də bizim çoxumuzun ağlına gəlmir ki, bu bizim ürək xəstəliyimizə birbaşa əlaməti ola bilər. Burada bayılma var. Burada nəfəs darlığı bayaq da tamaşaçı da vurğuladı. Biz bəzən müəyyən bir yol qət edərkən və yaxud da hündür mərtəbəli bina pillələri qalxarkən bizdə nəfəs darlığı, təng nəfəsliyi yarananda biz gedirik tənəffüs yolu problemlərimizin olması ilə bağlı orada artıq axtarışlara başlayırıq. Bir də burada ödəm var. Bayılmadır, ödəmdir və nəfəs darlığıdır. Bəlkə də bizdə bunlar üçü konkretdir ki, biz ürək ağrısını, ürək damar xəstəliyini ağlımıza gətirmirik. Amma bunlar özünü burada göstərir və bu da bunların əlamətidir, deyilmi? Ödəm olanda nədənsə biz elə uroloji xəstəliklərdən və şəkər diabet xəstəliyi var deyə biz daha çox öyrəşmişik də özümüzə diaqnoz qoymağa. Buna doğru sürüklənirik. Amma demək ki, bu xəstəliklərin də göstəricilərində bunlar varmış.
Birincisi, əgər gedəndə nəfəs daralırsa, orada qan ümumi analizə çox vaxt heç ürəyə o qədər adiyyəti olan analiz deyil, amma yəni qan xəstəlik olanda, hemoqlobin aşağı olanda orada ödəm də ola bilər. Lap hansısa limfoblastoz ola, leykoz ola, nəsə ola. Və hemoqlobin aşağı olmağı artıq bəs edir ki, xəstədə stenokardiya əmələ gəlir. Bu ikincili stenokardiyadır. Xəstə gəzə bilmir, tutur. Kardioqrammada da dəyişiklik olur, işemik dəyişikliklər olur. Və burada o səbəbi götürəndə, hemoqlobini qaldırandan sonra xəstədə stenokardiya gedir və rahat yaşayır. Bəzi vaxtı səhv olur, həmin xəstələri anjiyo göndərirlər, yoxlayırlar, eləyirlər, ora, bura heç nə çıxmır. Amma bir də görsən ki, adi bir elementar hemoqlobini yoxlayan olmayıb. Yəni, hemoqlobinlə qanda ferritin yoxlanmalıdır ki, yəni depoda, sümüyün deposunda dəmiri artırmaq lazımdır ki, yəni bu adam rahat yaşaya bilsin. Bir gün sən onun hemoqlobinin qaldırdın, sabah gəndə dəmir düşsə, gəndə anemiya olacaq. Yəni, dəmir deposu yüksək səviyyədə olmalıdır. Bu bir. İkincisi, ödemdən danışsaq, ödem çox xəstədə olur. Məsələn, mənim yanıma ödemlə xəstələr gəlir, onun heç 80% ürək xəstəsi olmur. Əsas hansı ödem? Aşağı ətraf ödemləri. Gəlir xəstə, əgər onun heç bir təngnəfəsliyi yoxdursa və yaxud ürək damar xəstəliyi keçirməyib, ürəyində heç bir problem görmür, kardioqramma normaldırsa, 80% ürəyə normal çıxır adətən, 20% ola bilər göstərməsin. Yəni, ürəyin özünü danışıram ki, anatomik. Amma ekokardiografiya normaldır, ürəyin tonları təmizdir, yaxşıdır. Aşağı ətrafda ödəm var orada, adətən venostazdır, ya limfostazdır, onun ələ gəldi. Yox, yuxarı ətraflarda ödəm olursa, sonra üzü şişir eləyirsə, burada da yenə də ürək xəstəliklərini axtarmağa heç dəyməz. Burada hipotireozu yoxlamaq lazım, var ya yox, qalxanvarı vəzin problemi. Sonra böyrəyə yoxlamaq lazımdır və qanda albumin yoxlanmalıdır ki, albumin səviyyəsi nə qədərdir və yaxud albuminlə qlobulinin nisbəti yoxlanmalıdır. Nisbətən albumin aşağı olması da ödəm verir. Yəni, səbəb qeyri-ürək səbəblərini danışıram. Ürəyə gələndə ödəmdən başqa xəstənin mütləq təngnəfəsi, heç olmasa gəzəndə hiss eləmədi ki, bu təngnəfəs olur. Orada ödəm ikincilidir. Əsas, demək, ağciyərdə durğunluq özün biruzə verir. Ona da bilir ki, bu ürəkləri gəlir. Bəli, növbəti telefon bağlantımız. Buyurun, eşidək sizi də. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən təzə qoşuldum efirə. Yəqin ki, bu ürək həkimidir bu. Bəli, bəli. Kardiolog, eşidirik sizi. Həkimə mənim sualım belədir. Salamlayıram həkimimizi. Yəni, mənim sualım belədir ki, mən ambulyasiya olunmuşam. Ambulyasiyadan sonra məndə elə bir ki, infarkt kimi elə bir hadisə baş verdi. Sonra mən MRT-yə düşdüm Bakıda. Yəni, orada göstərmədi heç nə. Yəni, bu ambulyasiyadan sonra mənim ürəyimə qəfildən belə döyüntü gəlirdi, çox möhkəm döyünürdü. Sonra başımdan çıxırdı, istiliklə başımdan çıxırdı, o dəqiqə bilirdim. Buna istəyirəm həkimin yəni münasibətini, yəni cavabını istəyərdim ki, məni izah eləsin, başa salsın ki, bu nə ilə əlaqədar ola bilər ki, bu ürəyə qəfildən döyüntü. Anladım. Nə olub? Angioplastika deyil, yəni. Angioplastika olmuşsunuz siz. Adım biraz düzdüyün, xahiş edirəm. Nə olub? Nə prosedur olub? Nə əməliyyat olub? Xəttdən ayrıldı tamaşaçımız. Əgər bizi eşidirsə, təbii ki, redaktorumuza deyə bilər. Çox güman ki, söhbət angioplastikadan gedir. Orada angioplastikanın özün nəticəsində xırda bir infarkt əmələ gələ bilər. Yəni, əsas günahkar damarı açaraq, problemi həll eləyərək, hansısa kiçik damarda biraz, necə sizə deyim, travma da ola bilər və yaxud belə bir şey var da, yəni ateroskopik düyünü sürüşüb biraz kiçik damarı
yolunu tuta bilər və o böyük bir problem deyil. Amma prosedur daxili ona deyirlər ki, infarktın əmələ gəlməsi. Belə bir şey olur, o da tez də həll olunur. Yəni o qədər də problemli bir həkimi ilə şey əlaqə deyil. saxlasın. Bəli, öz həkimlə əlaqə saxlasın. Professor, efirimizin bitməsinə demək olar 1 dəqiqəmiz qaldı. Biz bayaqdan onu danışmaq istəyirik ki, bu özümüzün kördəbi qəbul etdiyimiz dərmanlar var. Gündəlik içirik ki, özümüzü hardasa bu xəstəlikdən qorumuş kimi fərziyyə yaratmaq üçün. Nə dərəcədə doğrudur? Buyurun. Bu başdan deyirəm ki, indi bilmirəm belə bir moddur, nədir? Hamı kardiomagnil atır. Yəni kardiomagnil aspirin tərkibli dərman. Aspirin yenə də bilin ki, ilkin profilaktika üçün yaranmır. Yəni ki, aspirin atasız, sonra sizdə heç bir tromb olmayacaq. Bunu yaddan çıxardın. Çünki tədqiqatlar göstərir ki, tromb da olur, heç fərq eləmir. Atdın, atmadın olanda olur. Amma aspirin atanlarda mədə qanaxmaları, mədə eroziyası, yazmaları özü çox vaxtı gizli olur. Bilmirlər, bir də görsən ki, xəbər tutur ki, güclü qanaxması var. Buna görə hamıya mən öz xəstəyim deyirəm ki, kardiomagnil, aspirin bunları istifadə eləmək olmaz. Körtəbii üzərindən müalicə, yəni bizi bəzən özümüzdə bilmədən əks istiqamətə doğru apara bilər. Professor, çox təşəkkür edirəm sizi bugün o dəyərli zamanınızı ayırıb bizimlə 1 saat burada vaxtınızı keçirdiyiniz üçün, bizi doğru, sağlam, bilikli maarifləndirdiyiniz üçün təşəkkür edirəm sizə. Bugün ürək xəstəliyi, ürək-damar xəstəliklərindən danışdıq. Bizim qonağımız isə professor, kardioloq Elman Ələkbərov idi. Hər birimizə sağlam can və sağlam ruh arzulayırıq və xoş həftə sonu. Gələn həftə eyni vaxtda fərqli mövzu ilə görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.